Yok vallahi ben size bir şey söyleyeyim. Bu bir vaktler vardı. Bu bilirsiniz parlamentte iclaslar olurdular. Onu da televizyonda gösterirdiler. Benim bir kızım var. Şimdi göz həkimində o vaxtı belirdi. O da baxırdı televizyona, cavan uşaq idi, belirdi. Papa, sen deyirdi belə danışsan, sen gələndə qapını açmaram sana. O yaltaqlanan adam. Yani evlat da düz tərbiyə olunmalıdır ki, yani atası bunun necə yaltaqlandı, necə elədi. Bu çok bilirsən, bunların böyük reforma ihtiyacı var bunun. Bizim xalq elə, mən sizə deyim ki, çox gözəl xalqdır bizim, vətənimiz gözəldir, xalqımız gözəldir. Ömrü boyu yazıqlar, qorxu içində yaşayırlar. İnsan gərək yaşaması üçün əvvəlcə özünü öldürsün, kəfənini geyinsin, çıxsın meydana. Onda o əsl insan kimi yaşayabilir.